Bugün sizə Argentina mətbəxində olan chorizo, oxuda beefi, yəni ribeye və tenderloin, yəni ki, can əti hazırlayacağıq barbekü manqalda. Ətlərimizi sadəcə duzlayırıq, heç bir əlavə ədviyyata ehtiyac yoxdur. Ətlərimiz qalın olduğu üçün bizə güclü istilik lazımdır. Güclü istiliyi yoxlamaq üçün isə əlinizi saxlayırsınız kömürün üstündə. 3 saniyə saxlaya bildinizsə, deməli, saxlaya bilmədim. Yaxşıdır. 10 dəqiqə duzda qaldıqdan sonra ribeyimizi qoyuruq barbekü manqala. Ardınca can ətini qoyuruq və domuz ətində olan sosisikalarımızı. Argentina sayağıdır. Bunu isə özüm də ilk dəfədə yoxlayıram. Bibərin içində roquefort pendiri və yumurta. Chorizonun yeyilmə qaydasını sizə göstərirəm. Çörəyin üzərinə chimichurri sosu qatırıq. Can etimiz artıq hazırdır, gördüyünüz kimi. Möhtəşəm. Və yəqin çox uzun gözlədiyi bibərin içində pendirli yumurta. Great. Bir-birindən dadlıdır, bir şey deyəmirəm.